Sidik yolunun uretranın daralması urologiyada rast gələn patologiyalardan biridir. Buna səbəb cinsi yola keçən infeksiyalar, sidik yollarının iltihabı xəstəlikləri, aralıq və çanaq orqanlarının zədələnmələri, tibbi prosedurlardan sonra yaranmış daralmalardır. Misal üçün kateterizasiya proseduru və ya endoskopik əməliyyatlar. Özünü sidik ifrazın çətinləşməsi və sidik sürətinin ləngiməsi ilə biruzə verir. Sidik yollarının daralması yalnız cərrahi yolla müalicə olunur. Sadə vəziyyətlərdə pasientlərə sadəcə burjlanma, yəni xüsusi vasitə ilə, instrumentlə sidik yollarının genişləndirilməsi proseduru icra olunur. Daha çətin vəziyyətlərdə endoskopik yolla uretrotomiya əməliyyatı aparılır və ya hətta bəzi hallarda açıq cərrahi əməliyyatlar icra olunur. Hal-hazırda videoda sizə sidik yolunun daralması nümayiş olunur. Pasient cavan bir xəstədir, onun sidik yolunda daralma var və biz onu uretrotomiya, yəni endoskopik yolla açırıq. Bu cür vəziyyətə düşməmək üçün vaxtında cinsi yola keçən infeksiyaları və sidik yollarının iltihabı xəstəliklərini müayinə və müalicə etmək lazımdır. Sağlamlığınıza diqqət yetirin və bizim tövsiyələrimizə riayət edin. Sağ olun.